Bugünkü gündə rastlaşdığım ən böyük problemlərdən biri də insanların özlərinə inanmamasıdır. Yəni mən bunu eləyə bilmərəm, məndə alınmaz, mən bacarmıram, mənim belə deyək də heç kim eləyə bilməyibsə mən də bunu eləyə bilmərəm. Yəni çox adam belə düşünür və bu tip düşüncə tərzi ilə də ömrünün sonuna kimi illərlə, aylarla davam edir və bununla da heç bir nəticəyə çatmır. Mən birinci bunu iki yolla izah edəcəm. Özünə inam elə bir belə deyək də tələbatdır ki, tələbat yox, daha doğrusu elə bir hissdir ki, sən onu həm şuuri olaraq anlamalısan, həm də şuuraltı olaraq sən bunu anlamalısan ki, hə, mən doğrudan da özümə inanıram. Amma bu özünə inam təkcə özümə inanıram, məndə alınacaq deməklə yetmir. O da çox vacib bir hissədir. Amma sən özünü inkişaf elətdirmirsənsə, sənin bir rejimin yoxdursa, sən bu indi qadın xeylağına da, ya da hamıya xasdır, idmanla məşğul deyilsənsə, sən normal qida rejimin yoxdursa, sənin rasional, belə deyək də, gündəlik qidalanma rejimin yoxdursa, sənin beynivi inkişaf elətdirmə, intellektivi, emosional zəkalı, bunları heç birini sən gün boyu inkişaf elətdirmirsənsə, heç gün boydan da getmirsən, həftə boyu bunları inkişaf elətdirmirsənsə, sən hardan gözləyirsən o özünə inamı? Sən hardan gözləyirsən ki, o özünə inam gələcək? Gəlməyəcək o özünə inam. İnsan o vaxt özünə inanır ki, hə, bilir ki, mən doğrudan da bu işi görə bilirəm, mən bu işi doğrudan da bacarıram, mən bunun cavabını həqiqətən bilirəm. İnsan onda ancaq özünə inanır. Yox, əmin deyilsə, deməli, burada onun inkişafı zəifdir, bu işlə yaxşı məşğul olunur. Yəni, bu buna gətirib çıxarır. Və sən özünü inkişaf elətdirsən, hansı sahə seçib o sahə üzrə məşğul olsan, sənin ağıllı disiplinin olsa, sən bunlara riayət eləsən, sən onda özündə inam tapacaqsan ki, hə, doğrudan da məndə alınar, mən bunu bacarıram, mən bunu bilirəm, mən bunu eləyə biləcəm. Ancaq onda. Və ikinci tərəfinə baxanda bu izah elədiyim birinci tərəf idi. Sənin gün boyu disiplinin, rejimin, özünü inkişaf elətdirməyin ki, özünə inamlı olasan. Çünki sənin loru dildə desək, qabın dolu olmasa, sən o qabı boşalda bilməyəcəksən. Boş olanda da boşaltmağa heç bir şey olmayacaq, heç bir yerə. Və ikinci tərəf ödür ki, insan özünə inanmağı şuurlu şəkildə qəbul eləməlidir ki, bunlar mənim resursumdur, mən bunları bilirəm, mən bunları eləyə bilərəm. Anlaya bildiniz? Çox adam bilikli ola bilər, savadlı ola bilər, amma bir işi görmək üçün inamı yoxdur. Və inam da bir xəyali anlayışdır. Bu, belə deyək də, daha çox hormonlarla bağlı olan bir anlayışdır. Bir an gəlir, bir an gəlmir, bir an var, bir an yoxdur. Ona görə mən daha çox üstün tuturam nəinki özünə inamlı olmaqdansa, daha inkişafda olub, yolda olub davam eləmək daha məntiqlidir, nəinki özümə inanıram deyib qalmaqdansa. Yəni, mən çox insanlarla rastlaşıram, yəqin ki, bununla hamı rastlaşır. Deyir ki, yəni, mən özümə çox inanıram, mən bilirəm, eləyə bilərəm, mən bacararam, amma ki, qabına baxırsan, heç bir şey yoxdur ortada. Yəni, heç bir bacarıq yoxdur, heç bir istedad yoxdur, heç bir gördüyü real iş yoxdur, ancaq deyir, mən eləyə bilərəm və sən də, belə deyək də, çiynini ona söykəyirsən, ortada bir şey yoxdur. Yəni, belə şeylərlə çox rastlaşırıq. Ona görə mən danışanda iki insan tipini vurğulayıram həmişə. Birinci insan tipi o qədər, belə deyək də, daha doğrusu bu iki deyil, bu iki mənfi olan hissədir. Üçüncü hissəsi bunun müsbət olan hissəsidir. O iki insan tipi birinci, insanın qabı çox doludur, amma onu sosiuma göstərə bilmir, onu yaya bilmir, onu ətraf mühitə çatdıra bilmir. Yəni, inamı yoxdur. Mövzuya qaydanda inamı yoxdur. İkinci insan tipi isə qabında heç nə yoxdur, amma sosiuma o qədər çatdıra bilir ki, özünü. Yəni, baxırsan ki, bu adam həqiqətən nəsə deyir, danışır, amma dərinliyə düşəndə, onun qabına baxanda, onunla gördüyü işlər haqqında, inkişafı haqqında danışanda
elə də bir nəticə görmürsən. Yəni elə də belə deyək də bir içərisində olan o təkamülü görə bilmirsən. Bu sadəcə xaricə yansıyır, amma içəridə daxildə bir təkamül yoxdur. Bu ikisi də çox populyar stereotiplərdir və çox yayılıb. Mən düşünürəm ki, üçüncü tip insan ən keyfiyyətli insandır ki, o insan keyfiyyətli insandır ki, onun qabını da doldurur, inkişaf elətdirir öz işində və bunu sosiuma yayır, yaxşı mənada özünü cəmiyyətə satır və cəmiyyəti də inkişaf elətdirir. Onda biz nəticə görürük ki, hə, insan bilir, bildiyini də cəmiyyətə göstərir və cəmiyyət də cəmiyyətə belə deyək də su tökür və cəmiyyət də inkişaf eləməyə başlayır bir bitki kimi. Əgər biz bunu belə baxsaq. Biz həmin insanlarla dolu olsaq, həm inamlı, həm qabı dolu olan, həm inkişafda olan, inkişafda olub digərlərini inkişaf elətdirən insanlarla dolu olsaq, biz onda düzgün cəmiyyət görəcəyik. Biz onda özünə inamlı insanlar görəcəyik. Mən belə düşünürəm.